Salam dəyərli izləyicilərim, kanalıma xoş gəlmisiniz. Bu gün sizlər üçün xanımların axtardığı yumşaq, ləzzətli çətə resepti bölüşəcəm. Mən qozlu çətə hazırladım. Siz bu reseptlə həm qozlu, həm də umaclı çətə hazırlaya bilərsiniz. Əvvəlcə qabın içərisinə 200 ml stəkanla 4 stəkan un tökürəm. Üzərinə 1 cimdik duz, eləcə də 1 ədəd vanilin əlavə edirəm. Bir yemək qaşığı yarım şəkər tozu tökürəm və quru ərzaqları qarışdırıram. Daha sonra 230 qram otaq temperaturunda olan çörək yağını əlimlə ovuşdurub umac hazırlayıram. Hazırladığım umacın içərisinə 1 ədəd qabartma tozu töküb qarışdırıram. Daha sonra 1 ədəd yumurta, 1 stəkan qatığın içərisinə yarım çay qaşığı soda tökürəm. Sodanı da yaxşı qarışdırdıqdan sonra ərzaqların üzərinə əlavə edib xəmir yoğururam. Olduqca yumşaq, kövrək xəmir alınır. Xəmiri 3 bərabər hissəyə bölüb kündələyirəm. Üzerini salafan torba ilə ördüb soyuducuda yarım saat gözlədirəm. Yarım saat keçdikdən sonra dəzgahın üzərini unlayıram və kündəni dəzgahın üzərinə qoyub yaymağa başlayıram. İçilik üçün isə üydülmüş qoz ləpəsi və şəkər tozu istifadə etdim. 2 stəkan üydülmüş qoz ləpəsinin üzərinə stəkan yarım şəkər tozu və 1 çay qaşığı hil töküb qarışdırdım. Alınan içliyi də 3 bərabər hissəyə bölürəm və yaydığım xəmirin üzərinə əlavə edirəm. Qeyd edim ki, xəmiri çox da nazik yaymağa ehtiyac yoxdur. Daha sonra xəmirin bir tərəfindən başlayıb bükürəm. Üzərindən astaca basıram. Kəsici alət vasitəsilə bölürəm. Soba listinin içərisinə yığıram. Daha sonra da digər kündəni də bu qayda ilə hazırlayıb bükürəm. Onu isə üçkünc formasında kəsirəm. Hazırladığım bu xəmirdən 2 soba listi çətə alınır. Əziz xanımlar, çətənizin yumşaq alınması üçün xəmirə qabartma tozu tökmək mütləqdir. Bir ədəd yumurta sarısının üzərinə 1 çay qaşığı duru yağ tökürəm
və yumurta sarısını çətələrin üzərinə çəkirəm. Üzərinə isə küncüt tökürəm. Zövqə görə qara çörək otu, üydülmüş qoz ləpəsi əlavə etmək olar. Daha sonra çətələri əvvəlcədən qızdırılmış 180 dərəcəlik sobada olduz rejimdə bişirirəm. Əziz xanımlar, artıq mənim çətələrim bişib hazırdır. İnanın xanımlar, günlərlə qalsa belə bayatlamayan, pambıq kimi yumuşaq, dadlı, ləzzətli çətələr alınır. Əgər siz də mənim reseptimi, kanalımı bəyəndinizsə, mənə abunə olub dəstək olmağı unutmayın. Sağ olun, görüşərik.